Salam YouTube, Qrafon onlayndır. Bu baş verənlərdən danışmaq istəyirəm. Nə baş verir? Müharibədir. Bu müharibəni Azərbaycan 30 ildir gözləyir. Bu müharibənin bir çox adı var. Qarabağ müharibəsi, Vətən müharibəsi. Mənim üçün isə bu müharibənin tək adı var. İkinci Qarabağ müharibəsi. Bu adı uzun zamanlar kollektivi olmuş və müəyyən səbəblərdən ayrıldığım TV-lərdən birində çalışdığım polkovnik ləqəbli İlqar Mikayıloğlu'ndan eşitdim. Və bu adın indiki müharibəyə daha uyğun gəldiyini düşündüm. Müharibələr hər zaman olur. Hər kəs bunu tarix dərsindən bilir. Bu müharibə isə tam başqadır. Nəyə başqadır soruşacaqlar. Təxminən 30 il bundan qabaq Azərbaycan müəyyən səbəblərdən Qarabağ adlı cənnətməkan torpaqlarına gedən döyüşlərdə müvəqqəti məğlubiyyətə uğrayıb. Minlərlə şəhidimiz olub. Bunun müvəqqəti məğlubiyyət olduğunu hər kəs, hər bir azərbaycanlı bilir. Nəinki o dövrdə bu məğlubiyyətə şahid olanlar, hətta bu müvəqqəti məğlubiyyətdən keçən 30 il ərzində dünyaya gələn Azərbaycan vətəndaşları, Azərbaycanlılar, Azər türkləri bilirdi. Nə baş verir? Bunu mən, sən, o soruşmur. Dünya da soruşmur. Bunu tək erməni soruşur. Ermənilər soruşur ki, nə verir baş? Onlar o qədər Azərbaycanın, Azərbaycanlıların dırnaqarası qorxaqlıqlarını özlərinə mif yaradaraq bizim belə sürətli hərbi mübarizəmizin olmasına inanmırdılar. Çox yaxın tarixə baxaq. 2020-ci ilin yayı Paşinyan Şuşada yallı gedir. Çaxır, konyak içir. Azərbaycanlıların isə içi yanır. Livanda partlayır. Paşinyan limanlara dəstəyi və Livan ermənilərin Qarabağa köçürülməsi, Kəlbəcər qızıl yataqlarının dədəsinin malı kimi işlənməsi, hava limanlarının tikilməsi, Xankəndində hotellərin tikilməsi, Qarabağa alçaq turizm turlarının təşkili. Yenə də Azərbaycan sülh yolu ilə bu münaqişənin həllinə çalışırdı. Dünya təşkilatlarında Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması qətnamələrinin olmasına baxmayaraq, ermənilər öz zibil hərəkətlərindən əl çəkmədi. 2016-cı il aprel döyüşləri. Bizim polkovnik, mayorlarımız şəhid oldu. Dünya Azərbaycanı eşitmədi. 2020-ci ilin iyun hadisələri. Artıq erməni təxribatının hədsiz mənəviyyatsızlığı. Tovuz rayonu istiqamətində hücum cəhdi və bu təxribatda Azərbaycanın Polad generalının şəhid olması. Bu zaman Azərbaycan xalqı dözmədi. Küçələrə çıxdı. Sülhsevərliyin yox, müharibə zamanının çatmasını dedi. Bəli, və nəhayət ki, 27 sentyabr ən yeni qəhrəmanlıq tarixinin yazılan vaxtı çatdı. Sülhə hə deyibən Bezən Azərbaycan prezidenti xalqın yanında olaraq növbəti erməni təxribatının cavabı olaraq bütün cəbhə boyu döyüşə əmrini verdi. Ermənilər hələ də Azərbaycanın 90-cı illərdə olduğunu düşünür. Lakin 10 saat ərzində 8 kəndin alınması bunun tam əksini sübut etdi. Hərbi qulluqda olduğum zaman adlarını ancaq döyüş xəritələrində oxuduğum 90-cı illərdə TV radio vasitəsilə ermənilərin işğalı haqqında xəbərlərdə adlarını eşitdiyim kəndlər sadəcə 10 saat ərzində işğaldan azad edildi. Bəli, bu müharibədir. Müharibə isə tələfatsız olmur. Texnoloji müharibə olsa belə insan ölümü keçilməzdir. Və hər iki tərəf bu qanın tökülməsini istəmir. Fərq var. Azərbaycan bunu 30 ildir gözləyir. Biz torpaqlarımızı istəyirik. Ermənilər də ölmək istəmir. Azərbaycan prezidenti İlham Əliyevin gözəl bir deyimi yada düşür. Əgər erməni əskəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağında. Deyin ay ermənilər, sizin nə işiniz var Azərbaycanın əzəli, əbədi torpaqlarında? Sizin indi Respublika dediyiniz Ermənistanın yerləşdiyi torpaqlar da Azərbaycanındır. 1918-ci ildə 100 illik icarə müqaviləsi ilə torpaqlar sizə verilir. İrəvan xanlığı. Hər zaman olduğu kimi adları dəyişib, güya erməni torpaqları etməyə çalışdınız. Tarixi saxtalaşdırmaq istədiniz. Alınmadı. SSR dövründə bizə 1905 Bakıda, Şamaxıda, Qubada baş vermiş Azərbaycanlıların soyqırımını ermənilər tərəfindən aparılan soyqırımı unutmağa çalışdılar. Bəlkə də SSR dağılmasaydı, bu da baş verərdi. Amma Azərbaycan ayıldı, bildi və tarixi araşdırdı. İndi isə Paşinyan başladı dünya birliklərindən yalvarmağa. Amandır, bizi millət olaraq qırmağa çalışırlar. Bizə toxumunuz kəsilsin. Genosid olur. Ay uğraş Paşinyan, sən deyəsən Xocalı soyqırımını unutmusan. Biz isə yox. Körpələri, ahılları, hamilə qadınların qarnlarını cırıb, doğulmayan körpələri belə qətllər yetirməkdən həzz alan siz deyildinizmi? Bilirəm. İndi deyəcəksiniz ki, bunu ermənilər yox, ruslar edir. Onsuz da bu bir tarixi faktdır ki, ermənilər rusların fahişəsi olub. Nədir, indi sizi saxlayan rusları da sevmədiniz? SSR bizə çox şey unutturmuşdu. Qan düşmənlərimizlə bir yerdə yaşamağı, kirvə qohum olmağı belə bizə öyrətdi. Bu müharibədən, yəni 1-ci Qarabağ müharibəsinin məğlubiyyətindən çox vaxt keçmişdi. 30 il. 30 il bir insanın dolğun düşüncəli cavanlıq dövrüdür.
Siz ermənilər düşünürdünüz ki, Azərbaycan 30 ildə inkişaf etmədi və Qarabağı unutdu. Yox, unutmadı. Və əlbəttə ki, sizin 90-cı illərdə gördüyünüz Azərbaycandan əsər-əlamət qalmayıb. Biz inkişaf etdik. İqtisadi, siyasi və sizin üçün ən qorxulu hərbi cəhətdən inkişaf etdik. Siz əriniz ruslara sığındınız. Biz isə dünyaya inteqrasiya etdik. Bizim tək hərbi büdcəmiz sizin dövlətin büdcəsindən 10 dəfələrlə yüksək oldu. Siz isə ağıllanmadınız. Paşinyan Rusiya telekanalında rəsmi yalvarmağa başladı. Qoymayın, türklər bizi qırır. Türklər 20-ci əsrin əvvəllərində ermənilərin kökünü kəsmək istəyib. Gözəl bir söz deyimi var. Əgər türklər sizin soyunuzu kəsmək istəsəydi, indi bunu dilə gətirə bilən bir erməni də qalmazdı. Səhv etmirəmsə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu kəlamın müəllifidir. Türkün qardaşı, dostu, sirdaşı elə türkdür. Turan yaradılıb, Turan var. Türklərin dünyaya səs saldığı tarix təkrarlanır. Turan türk millətinin ilk qələbəsi Qarabağ olacaq. Biz türk olaraq türkün gücünü türkə nifrət edənlərə göstərəcəyik. Erməni türk deyəndə çənəsi əsir. Görəsən Turan deyəndə nə baş verəcək? Ey başı olmayan erməni Paşinyan, sən bunu da unutmuşdun. Qarabağ Ermənistanındır və nöqtə. Azərbaycan prezidenti İlham Əliyev səni bir işarə ilə nokaut etdi. Qarabağ Azərbaycanındır və nida. Bəli, nida işarəsi. İndiki 2-ci Qarabağ müharibəsi bu nida işarəsinin davamıdır. Xankəndində, Şuşada, Laçında sancılan bayrağımızla Qarabağ Azərbaycanındır və 3 nida işarəsi yazaraq bu cümləyə Türkiyə, Azərbaycan, Turan dünyası son qoyacaq. YouTube-da olduğumuz üçün sizinlə sağollaşmırıq.